Deməli, biz harda qaldıq? Onlara demək nə edəcəklər? Səslənəcəklər ki, biz sizinlə birlikdə deyildikmi? Biz sizinlə birlikdə deyildikmi? Səslənirlər onlara. İndi biz sizinlə birlikdə deyildikmi nə deməkdir? Onlar bir yerdə bərabər namaz qılırdılar, bir yerdə oruç tutublar, bir yerdə işləyiblər, bir yerdə ticarət ediblər, bir yerdə ola bilər bir evdə yaşayıblar. Məsəl üçün olublar deyək ki, iki qardaş, ya qohum olublar, ya hansısa bir iş yoldaşı olublar və s. Yəni ki, bunlar bir yerdə olublar. Və bunların cavabını müsəlmanlar nə deyir? Müsəlmanlar deyir ki, bəli, deyəcəklər, bəli. Elədir, biz bir yerdəydik. Siz Yupiterdə, biz Marsda deyildik. Biz hələ dünyada eyni yerdəydik, eyni məkandaydıq, bərabər idik. Və lakin deyir, siz özünüzü deyir, nə etdiniz? Allatdınız. Siz nə etdiniz? Özünüzü allatdınız. O bir dənə söz var, deyirsən ki, məsəl üçün danışır, amma danışanda ona qayıdıb deyirsən ki, bilirsən, gəl özünü allatma da, gəl həqiqəti deyək, gəl özünü allatma, sən bilirsən ki, bu belə deyil, sən bilirsən ki, bu alınmaz, sən bilirsən ki, bu doğru həyat, bu doğru iş, bu doğru söz, bu doğru əməl deyil. Lazım deyil, don giyindirib, həm özünü alladırsan, həm də ki, çalışsan məni alladırsan. Sən də bilirsən ki, bu yəni gerçək deyil. İndi onlar deyir ki, deyəcəklər, bəli, lakin siz bir yerdəydik, lakin siz özünüzü allatdınız. Özünüzü nə etdiniz? Allatdınız. Nəfsəkum, nəfsinizi, özünüzü allatdınız. Demək, cavabı baxın. Görün, möhtəşəm, nə gözəl, möhtəşəm cavab verirlər. Siz özünüzü aldatdınız, nəfsinizi allatdınız, siz gözlədiniz və şübhə etdiniz. Gözlədiniz və şübhə. İndi bunlar yavaş-yavaş açıqlayarıq ki, allatdınız, necə allatdınız, gözlədiniz, nəyə gözlədiniz, şübhə etdiniz, nəyə şübhə etdiniz. Allahın əmri gəlincəyə qədər, demək, arzular, xülyalar, zənnlər sizi nə etdi? Aldatdı deyir. Allah barəsində sizi tovlatdı. Bugün nə sizdən və s. İndi oxuyacaq, burada çıxacaq Allahın izni ilə. Demək, gəlin, yavaş-yavaş gedək, baxaq görək ki, burada onlara nə demək istəyir müsəlmanlar. Və bir şeyə nəzər salmaq istəyirəm ki, indi biz baxıb görəcəyik ki, müsəlmanlar onlara bir, iki, üç kəlmə ilə elə bir söz deyirlər ki, vallahi bu kəlmələrin için, bu sözləri də onlara demək üçün, yəni ki, bunları bu cür hikmətə nail olub, bu cür bilgiyə, bu cür 2-3 kəlmənin arasında bütün həyatı onlara demək üçün bu cür gözəl. Ki Allah bunu bizə, onların dediyini ki, Allah üçün nə keçmiş, nə gələcək var. Allah zaman içində deyil, zamanından kənardadır. Ki Allah qeybi bilir və bizə hətta bu hadisə artıq olmuş kimi bizə nəql edib, izah edir ki, müsəlmanlar həmin münafiqlərə nə cavab verəcək. Və o cavabları o qədər doğru, o qədər möhtəşəm, o qədər gözəl, o qədər hikmətlidir ki, Allah onların o dediyini bizə Quranda nümunə olaraq, axirət gününə qədər bütün müsəlmanlara, insanlara nümunə olaraq bizə öyrədir, bizə öyüd nəsiyyət üçün yer alır burada Quranda. İndi baxaq görək ki, və indi siz təsvir edin ki, o nuru əldə etmək üçün, o sırada olmaq üçün, o cavabı verə bilmək üçün, sən gərək nə qədər elmin olsun, sən nə qədər gərək savadın olsun, elmin olsun, ondan sonra hikmətin olsun ki, sən bu cür möhtəşəm, gözəl, qısa və hikmətli, obyektiv olan cavabı verə biləsən. Yəni, düşünün ki, indi biz nə qədər burada elm toplamalıyıq ki, nə qədər elmli olmalıyıq ki, nə qədər hikmətli olmalıyıq ki, biz bu cür gözəl və hikmətli danışa bilək, cavab verə bilək. Həmin o insanlara, məsəl üçün, münafiqlərə, Allah bizi inşallah münafiqlərdən eləməsin, müsəlmanlardan eləsin inşallah, o möminlərin sırasında eləsin inşallah. Yəni ki, bu ümidlə, arzu ilə, ümidlə bunu deyirik, dua edirik Allaha. Amma sadəcə buna ümid eləyib, arxalanmaq ki, sən öyrən, sən bil, sən oxu, sən hikmət topla, elm topla, alim ol. Mənsə, mənə lazımdır, mən öz kimdə yaşayacağım, öz həyatımı sürəcəm. Sən elmini topla, lazım olar cavab vermək, mənim yerimə sən cavab verərsən, mənim yerimə sən orada ona buna cavab verər. Yox. Allah deyir ki, yəni bizə bildirir ki, sən gör nə qədər hikmətli olmalısan ki, onların sırasında olasan. Odur ki, indi baxaq görək ki, onların dediyi cavabda nə vardı, nə hikmət yerləşirdi. Demək, onlar deyir ki, bəli, lakin siz özünüzü allatdınız. Özünüzü allatdınız, siz gözlədiniz və şübhə etdiniz. Demək, özünü alladıb nədir?
Məsəl üçün deyirsən ki, gəl müsəlman ol, gəl namaz qıl, gəl məsəl üçün bu yola, Allahın kitabına gəl, Allahın əmrlərinə gəl, qorx Allahdan, çəkin Allahdan, haramdan, günahdan, zinadan, içkidən, faizdən, pis, Allahın nə qədər ki pis adlandırdığı pis şeylər ki var, onlardan uzaq ol və Allahdan qorx, Allahın kitabına gəl. Adam da fikirləşir, deyir ki, mən hələ cavanam, mən hələ hələ cavanam, hələ qabaqda çox işlərim var, mən hələ hazır deyiləm, mən hələ qüvvəli deyiləm, hələ mən qorxuram, güya günah eləyərəm. Bu güya qorxur ki, məsəl üçün, belə deyək ki, günah eləyər. Bəzi müsəlmanlar, deyirəm, bəzi insanlar, bəzi qadınlar var ki, məsəl üçün deyir ki, hicaba deyirsən, keçmək lazımdır, deyir ki, məsəl üçün, mən hələ hazır deyiləm, hələ mənə gəlməyib. Bilmirəm, o gəlmə nə deməkdir, kimə nə gəlir, kimə nə gəlməlidir, kim hansı günü, hansı saatı gözləyir. Heç nə Cəbrail bundan sonra gələn deyil, nə kiməsə vəh eləyən deyil, nə kimsə göydən mələk, göydən bir səs, hardansa bir nəysə gözləməsin. Yəni, artıq gələn gəlmişdi, Cəbrail də gəlib, Peyğəmbərimizə ayələri də nazil edib, çatdırıb, Allahın izni ilə çatdırıb və bizə gəlib bugün Allahın ayələri, kitabı gəlib çatıb. İndi biz, artıq bizə nə qalır? Allahın ayələrinə ram olaq, oxuyan kimi dərhal ona boyun əyib və dərhal icra edəyik. Və neysə, haçansa, nə cürsə gözləməyik. Çünki neysə gözləmək nə olacaq? Gəlir indi arxasıca gözləmək mövzusuna da gəlir. Deyir ki, siz özünüzü allatdınız, siz gözlədiniz, baxın, deyir, siz gözlədiniz və nə etdiniz, şübhə etdiniz. Hə, dedin ki, sən cavan olmağıma baxma, güvənmə, sabahları əcəl sabah da gələr, bürsüyündə gələr. Əgər məzarlığa, qəbr üstünə getsəniz, baxıb görərsiniz ki, insanların haradasa çox hissəsi, yəni alimlər də bunu müşahidə eləyir. Baxır, görür ki, məzarlıqda çox hissəsi cavandır, nəinki yaşlılar. Yaşlılardan daha çox cavanlardır dünyasını dəyişənlər. Uşaqlar daha çoxdur. Yəni, yaşı az olanların, yaşı çox olanlara müqayisə, əgər siyahı tutsan, baxıb görərsən ki, uşaq daha çoxdur. Ondan daha biraz yaşı çox olan, sonra daha yüzü yuxarı, ta ki, belə gedir, yuxarıya gedənə qədər. İndi, deməyim odur ki, Allah burada bizə nəyi bildirir? Bizə bildirir ki, bu adam özünü allatdı, özünü allatdı ki, mənim vaxtım var və nə etdi? Gözlədi. Başladı gözləməyə, vaxtı uzatmağa. İnşallah eləyərəm. Bu işləri həll edeyim, sonra eləyəcəm. Filan uşaqları yerbəyer eləyim, filan eləyəcəm. Filan iş tapım, keçəcəm bu işə. Filan biraz rahatlanım, bir evimi tikim, borcumu vereyim, filan şeyləri eləyim. Ondan sonra yavaş-yavaş mən də gəlib eləyəcəm. Deyirdin ona ki, bu sən çatdırmazsan, ola bilər əcəl gəlsin, ola bilər problem olsun, ola bilər hər hansı bir başqa sən qaranti qoymamsan, müqavilə bağlamamsan, sənin əcəlin haçan gələcək, necə olacaq, sən çatdırmaya da bilərsən. Ondan sonra sən günah üstünə günah yığırsan, olmaz bu. Amma o nə dedi? O dedi ki, xeyr, öz-özünü alladırdı ki, mən bilirəm, sən haqsan, sən doğru deyirsən, başa düşürəm səni, amma sən də mənə başa düş, mənim kreditim var, mən faizi pul götürməsəm, filan işi görə bilmərəm, filan işlərimi həll edə bilmərəm və s. Özü-özünü bilirdi ki, günahdadır, bilirdi ki, səhv yoldadır, bilirdi ki, bu sadəcə bir yamaq atmaqdır, yəni bu, necə deyim sizə, özünü müdafiə edib, deyir, örtünməkdir ki, yox, mən özü-özünü alladırdı ki, mən nə edəcəm? Bir zaman gələcək, o vaxt gələcək, bu işləri həll edeyim, bitirim, o zaman gələcək və mən də başlayacağım Allahın sırf necə deyirsə, necə əmr edirsə, o yoluna gedib o işlərlə məşğul olacağım. İndi hələ ki, mənə nə ver? Zaman ver. Hələ zaman istəyir. Deyir, siz nə etdiniz? Gözlədiniz və şübhə etdiniz ki, bugün gələcək və sən cavab verəcəksən. Şübhə etdin ki, səni qəflətən gəlib nə alacaq? Gəlib əcəl götürə bilər. Haçana qədər gözlədin, o gözləmə müddətin haçana qədər oldu, o şübhə haçana qədər getdi, o özünü allatma haçana günə qədər getdi, Allahın əmri gələnə qədər. Allahın da əmri haçan gəldi, sənin əcəlin gələndə. Artıq gəldi, səni mələk götürdü, apardı. Həmin o əcəl gələnə qədər, o sən ki gözləyirdin, şübhə eləyirdin, özünü alladırdın, sənin çünki məqsədin nə idi? O Allahın əmri gələnə qədər sənin o başını qatan xülyalar, arzular sizi nə etdi? Aldatdı. Sizi aldatdı. Nə aldatdı sizi demək? Xülyalar, arzular. Həmin o arzular ki, bunu eləyim, sonra bunu eləyim, sonra onu eləyim, sonra bu bursunu eləyim. O sizi nə etdi? Gözlədiniz, şübhəyə düşdünüz. Öncə dedi, özünüzü aldatdınız və sizin həmin bu şeylərin hamısını, bu özünü aldatma, gözləmə və
şübhəyə düşmə, şübhəyə düşmə. Səbəbi nə idi? Sən o xülyaların, sən o xülyaların özündən çıxartdığın xülyalar. Xülyalar da nə idi? Sən qayıtdın dedin ki, məsəl üçün həmin o xülyalar sözü 2-ci surənin 72-ci ayəsində biz baxsaq, məsəl üçün baxaq görək ki, nədir? Nədir? 2-ci surənin 72-ci ayəsini açaq. Baxaq görək ki, orada xülya nədir ki, çaşdırır, alladır insanı. Deyir ki, onların bəziləri də savadsızdılar, kitabı bilməzlər. Yalnız boş arzular, xülyalar, həmin o əməniyə sözü orada necə keçirdi? Burada da həmin söz keçir ərəb dilində. Nə elədi? Onlar ancaq zənnə qapıldılar. Onları yalnız nə elədi? Demək, onların bəziləri savadsızdılar, onlar savadsızdılar. Savadsız olduqlarına görə də kitabı deyir bilməzlər. Hansı Allah kitabdan danışır? Allahın öz kitabından, Qurandan. Kitabı bilməzlər. İndi Yahudilərdirsə Tövratı bilməzlər, İncili bilməzlər, Nəsranilərdirsə. Yəni Allah nurani olan, özü nazil etdiyi kitablardan başqa kitablardan danışmır. Sadəcə öz kitablarından burada söhbət açır. Nə edir? Bilməzlər. Yalnız bildikləri nədir? Yalnız uyduqları nədir? Yalnız xülyalar, arzular və onlar ancaq nə etdilər? Zənnə qapıldılar. Zənnə qapıldılar. İndi sən zənn edirsən ki, Allah mən İnşallah ki, məni sevir, Allah məni bağışlayacaq və həmin burada sizi nə etdi? Aldatdı. Aldatdı. Nə aldatdı bunları? Deyir ki, vəğərə sözü, həmin indi bu söz, 3-cü surənin 24-cü ayəsinə indi baxaq görək ki, ona sözdür belə. Nə oldu ki orada? Nə aldatdı onu? 3-cü surənin baxaq. Burada da vəğərrə sözü nədə keçir? Deyir, kitabdan özlərinə bir pay verilənləri görmədinmi? Allahın kitabına dəvət olunurlar ki, öz aralarında hökm verilsin. Sonra onlardan bir dəstə üz döndərərək geri dönür. Bu ona görədir ki, onlar dedilər, cəhənnəm odu bizə bir neçə gündən, bir neçə vaxtdan artıq toxunmaz. Öz dinləri barəsində düzəltdikləri bu düşüncələr, iftiralar onları nə etdi? Aldatmışdı. Vəğərrə. Yenə nə etdi? Aldatdı. Demək, aldatdı neyləri? Dinlərində. Onlar dinsiz deyildi. Onlar da dinin içindeydi. Dinlərində aldatdı. 2-ci surənin 78-ci, 80-cı ayələrinə, 80-ci ayələrinə baxsaq, baxıb nə görəcəyik burada da? Burada da görəcəyik ki, Allah buyurur ki, vay o kəslərin halına ki, öz əlləri ilə kitab yazırlar, sonra onunla biraz mənfəət alsınlar deyə, pul qazansınlar deyə, deyərlər ki, bu Allah qatındandır, Allah tərəfindəndir. Öz əlləri ilə yazdıqlarına görə onların, vay olsun onların halına. Qazandıqları şey üçün vay onların halına. Onlar dedilər, nə dedilər? O bizə bir neçə gündən artıq toxunmaz. Əgər cəhənnəmə girsək belə, biz bir neçə vaxt yanıb oradan çıxacaq, çıxıb gedəcək. De ki, Allahdan belə bir vəd mi almışsınız? Allah sual verir. Allah heç vaxt öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilməyəcəyiniz şeyləri mi söyləyirsiniz? Bəli, kim günah qazanar və qazandığı günahlarla əhatə edilərsə, onlar orada əbədi qalacaqlar və onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar, daimidirlər. İnam gətirib yaxşı işlər görənlərə gəldikdə, onlar cəhənnəm əhlidirlər, onlar orada əbədidirlər. İndi bu ayrı mövzudur ya. Bu mövzu haqqında mən xüsusi, sadəcə burada da bildirirəm ki, öz dinlərində onların yazdıqları, əllərinə yazdıqları kitablarda nə uydurma şeylərə uyurlar, inanırlar, şübhə edirlər bu ayələrə və aldanırlar, xülyalara uyurlar, öz yazdıqlarına uyurlar və sonra aldanırlar. Və bu aldadanlar da Allah davam edir ki, Allah barəsində sizi tovlayan tovlatdı. Bugün nə sizdən, nə də kafirlərdən fidyə alınmaz. Sizin məskəniniz cəhənnəmdir. Bax, deyir ki, indi diqqət edin burada nə deyir? Deyir ki, Allah barəsində sizi tovlayan tovlatdı. Bugün nə sizdən, deyir, nə də kafirlərdən fidyə alınmaz. Sizdən kimdir? Münafiqlər. Kafirlər kimdir? Demək, münafiqlə kafiri ayırdı, amma deyir, onları bərabər elədi. Nə siz, nə kafirlər. Yəni, ikisiniz də eyni günah alacaqsınız, ikisiniz də eyni yerdə olacaqsınız, ikisiniz hətta münafiqlər üçün Allah Quranda başqa ayələr var, onları danışarıq. Deyir ki, onlar tənbəl-tənbəl namaz qılarlar, elə bir ayələr var. Niyə tənbəl-tənbəl qılarlar? Onları da inşallah danışacağıq. İndi inşallah gələn səfər o münafiqlərin tənbəl-tənbəl namaz qılmaları nə deməkdir? Necə olur ki, onlar tənbəl-tənbəl qılarlar? Onlardan danışacağıq inşallah.